Neftçala rayonunda qadın dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hadisə rayonun Qoltuq qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı hamamda dəm qazından zəhərlənərək həyatını itirib. Qeyd edək ki, mərhum 3 uşaq anası olub. Faktla bağlı araşdırma aparılır. Salyan rayonunda ictimai yerdə asayişi pozan 3 nəfər həbs edilib. Hadisə rayonun Kürsəngi kəndində yerləşən kafedə baş verib. Adı çəkilən kəndin sakinləri olan 1987, 1988 və 1992-ci il təvəllüdlü 3 nəfər kafedə yeyib içdikdən sonra hesabı ödəməkdən imtina ediblər. Onlar kafedə işləyən ofisanta və oranın sahibinə borclarını nisyə yazdıraraq getmək istəyiblər. Lakin kafe sahibi bununla razılaşmayıb. Nəticədə sərxoş halda olan müştərilərlə kafe sahibi arasında dava-dalaş olub. Əraziyə polis əməkdaşları dəvət edilib və xuliqanlıq hərəkətləri edən 3 nəfər saxlanılıb. Barələrində protokol tərtib edilən şəxslərin hər birinə rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası verilib. Naxçıvanda ağır yol nəqliyyat hadisəsi bir ailənin 4 üzvünün xəsarət almasına səbəb olub. Hadisə Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində baş verib. 72 BF 530 dövlət nömrə nişanlı Renault Megane markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala düşüb. Qəza zamanı sürücü Ramin Əliyev, həmçinin avtomobildə olan sərnişinlər Nəcibə Əliyeva, Sevinc Əliyeva və Aysel Əliyeva xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.